Həftəlik bürclər odun sürülərinin Qoç Şiroxatan bürclərini 1 dekabrdan 8 dekabra doğru nələr gözləyir? Birinci qoçlardan başlayanda qoçlar bu həftə hər şeyi bacardığınız qədər çox ciddi analiz etməyə çalışın. Çünki sizin bu həftə etdikləriniz çox yarımçıq məqamlardır. Yəni bu həftə nəyə addım atıb nəyə gücləndirməyə çalışmaq istəyirsinizsə, bunu istədiyiniz formada gücləndirə bilməyəcəksiniz. Çünki belə deyim də, həm şəxsiyyətlə əlaqədar, həm evinizlə, evinə əlaqədar nə qərara vermək istəyirsiniz, tikmə, təmir etmə, satma ilə bağlı nə fikirləriniz varsa zaman çərçivəsinə doğru belə nüanslarda maddisal olaraq və maddisalın dəyəri olaraq mülklə bağlı problemlərinizin aktivləşəcəyini çox güclü şəkildə qoşullar hiss edəcəksiniz. Bu həftə sosiallığınız çoxdur. Bu ad günləri ola bilər, yığıncaqlar ola bilər, ətrafınızla əlaqədar toplantılar ola bilər. Bu heç bir problem deyil, amma maddisal belə deyim də israf normadan çoxdur. Və həftənin sonlarına doğru şəxsiyyətlə əlaqədar olaraq yalan, şəxsiyyətlə əlaqədar ayrılıq, şəxsiyyətlə əlaqədar olub görmədiyiniz bəzi nüansları görüb öz gözünüzün açılacağını yüksək səviyyədə qoçlar hiss edəcəksiniz. Şənliyiniz yerdədir, amma cümə günündən sonra bir balaca enerjinizdə düşmə, ailəvizdə elə bir xəbər ala bilərsiniz ki, o sizi sarsıda bilər, sizi yarımçıla doğru çəkə bilər. Zaten sağlamlıqla əlaqədar belə deyim də, bizim ciyərlərimizə doğru gedən sistemdə nəsə narahatçılıq var, bunu özünüz bilirsiniz və bu normal bir vəziyyət deyil. Ciyərlərimizlə əlaqədar olan problemi həll eləyə bilsək, əslində qoçlar, özünüzü tam istədiyiniz sağlamlıqla əlaqədar problemlərdən düzəldə bilərsiniz. Nəfəs və ciyər sisteminizdə, qida borumuza gedən sistemdə narahatçılıq hiss etdiyini görürəm. Bunu həkimlə əlaqədar aktivləşdirsəz daha yaxşı bir məqamdır. Ümumi dəyərləndirsək qoçlar, hardasa belə deyim də 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz, amma həftənin sonlarına doğru bu enerji daha da düşmüş bir vəziyyətdə ola bilər. Şirlərə gələndə isə şirlər, bu həftə qəribə bir insan olacaqsınız. Bu həftə belə deyim də insanların dediklərindən durub oturacaqsınız, amma onların dediklərini və fikirlərini heç birini önəmsəməyəcəksiniz. Sanki bu həftə maskalanmış bir vəziyyətdə olacaqsınız. Bu həftə tək şirlər varsa münasibətdə sevgi gəlir və yaxud da belə deyim də gözlədiyiniz insan kimdirsə ondan barışıq addım olaraq sizə doğru meylənmələr olacaq. Bu həftə sevgi həftəsidir. Yəni yeni tanışlıq, yeni bir sevgi, ehtiras olaraq, bədən olaraq, düşüncə olaraq, özünüzü dərk etmə olaraq fəzavi enerjiləriniz daha aktiv vəziyyətdədir. Yəni qəlb enerjilərinizlə fəzavi enerjilərinizi aktivləşdirə bilərsiniz. Bu həftə belə deyim də, insanların sizə səda olaraq, danışıq olaraq sözlərini çox analiz edin. Çünki həmin danışıqlarda, həmin sözlərdə elə bir nüanslar tutacaqsınız ki, bu nüanslardan istifadə edərək tam özünüzü yüksək səviyyədə apara bilərsiniz. Uğursuz həftə deyil. Bu həftə bacardığınız qədər belə deyim də, pləkanlarınızı 100 dəfə analiz edin, 100 dəfə çıxanda fikir verin hər şeyə. Yəni bu həftə nəzarətçi ol, gözləmli olmağa çalışın, ətrafınızda nə baş verir, onların hamısını aktivləşdirməlisiniz. Pis həftə deyil, 84%-ə qədər, 85%-ə qədər şirlər həftənizi uğurlu edə bilərsiniz. Düzdür, çox böyük maddisal gəlirin gəldiyini hiss eləmədim, deyim ki, çox böyük maddisal gəlir gələcək, amma sarsıntı və narahatçılıq yoxdur. Bu sizə də aiddir. Göz və gizya hissədə olan problemlər, mədəvizdə olan spazmalar normal vəziyyətdə deyil. Bunları şirlər siz də düzəltməlisiniz. Oxatanlara gələndə isə bu oxatanlar bu həftə belə deyim də, özünü gücləndirən, özünü tənbəhləndirən, özünü aktivləşdirən, öz üzərində işləyən ən güclü bürclərdən biri olacaqsınız ki, oxatanlar sizə afərin demək olur. Çünki yer dəyişmə edəcəksiniz, maddi sağlığınızı stabilləşdirəcəksiniz, yarımçıq məqamları düzəldəcəksiniz, maşınla, yolla əlaqədar düzdür, bəzi nüanslarda probleminiz ola bilər. Buna ciddi şəkildə fikir verməlisiniz, amma oxatanlar haqqınızı bildirəcəksiniz də. Yəni bu həftə kral olduğunuzu, kraliçə olduğunuzu tələb eləyəcəksiniz və özünüzə doğru diqqət, özünüzə doğru öndə getmək, öz üzərinizdə kurs olaraq, təhsil olaraq, sağlamlıq olaraq işləyəcəksiniz ya özünüzü fəallaşdıracaqsınız. Özünüzü fəallaşdıraraq 89%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma və lakin burada ən narahat edici problemlərdən bir nüans var. Bu həftə özünüzün beyin olaraq, düşüncə olaraq düşmən olduğunuzu hiss eləyəcəksiniz. Yəni bunu gözünüzlə gördüyünüz halda düşüncələrinizdə və beyninizin içərisində özünüzü o qədər geriyə çəkib tənbəhləyəcəksiniz ki, əlinizdə olan şansları, əlinizdə olan gedişatı itirmiş bir vəziyyətdə ola bilərsiniz. Bunun qabağını ala bilsəz, yenə deyirəm, 88-89%-ə doğru oxatanlar özünüzü aktivləşdirə bilərsiniz.